Dərini nəmləndirmək çox önəmlidir. Nəmləndirilməyən dəri, quru dəri öz badiyə funksiyasını yaxşı yerinə yetirə bilmir. Beləliklə, müxtəlif infeksion agentlərə qarşı, allergenlərə qarşı həssas olur. Belə dəridə tez-tez dərinin infeksion xəstəlikləri, bakterial infeksiya, impetigo, müxtəlif viral xəstəliklər, ziyillər, herpes virus infeksiyası, həmçinin göbələk infeksion xəstəlikləri tez-tez rastlanır. Quru dəridə allergik kontakt dermatit yaranma ehtimalı da olduqca yüksəkdir. Çünki belə dəridə allergenlərə qarşı keçiriciliyi yüksəlmiş olur. Həmçinin dəri quruduğu zaman yaşlanma əlamətləri tez başlayır, daha tez görürük. Quru dəridə getdikcə qaşıntı və quruluq ekzeması yaranır və bu xəstəni çox narahat edir. Bunlar olmasın deyə biz dərini qurudan faktorlardan qorumalıyıq. Belə ki, soyuq hava, qapalı məkanlarda yanan qızdırıcılar dərini daha da çox qurudur. Buna görə soyuq havaya çıxdığımız zaman əlcək geyinməli, duş aldığımız zaman çox isti sudan istifadə etməməliyik. Duş müddətini də 5-10 dəqiqəyə qədər qısaltmaq lazımdır. Həmçinin bol su içməli və sağlam qidalanmalıyıq. Bəzi, məsəl üçün, alkoqol, siqaret, kofein kimi maddələr də dehidratasiyanı artıraraq dəri quruluğunu artırır. Və ən önəmlisi, hər gün və xüsusilə duşdan sonra tərkibində hialuron, seramidlər, gliserin olan nəmləndiricilərdən istifadə etməliyik.